bir gün İmam Zeynul Abidin əleyhissalam Məscidül Həramda namaz qılırdı, Həzrətin çiynindən əbası düşdü. İmam bunun fərqinə varmadı. Namazı bitirəndən sonra bir nəfər yaxınlaşdı, dedi, ağa, əbanı düzəltmək fürsəti olduğu halda siz nə əcəb əbanı düzəltmədiniz? Yəni bu namazı pozarmı? Səhabənin verdiyi sualda məqsədi bu idi ki, görəsən, əynimdəki paltar, əba düşərkən, məsələn, əlimi atıb onu düzəltsəm, namazı pozarmı, yoxsa yox? Görün, İmam əleyhissalam nə cavab verdi? Dedi, mən hansı məqamda, hansı halda idim ki, o əbanın düşməyini hiss edəm. Hətta siz bilirsiniz də, məşhur döyüşlərin birində İmam Əlinin ayağına batan ox, onu heç cür çıxarmaq mümkün olmadı. Dedilər, yalnız bu imam namazda ikən o oxu onun ayağından çıxarmaq olar. Çünki ağrısı çox şiddətli idi və həmin halda da o oxu imamın ayağından çəkib çıxardılar. Yəni, məsumlarımızın namaza aid həyat tərzində olan bu kimi əhvalatlar da onu göstərir ki, biz bacardığımız qədər, əziz möminlər, namazlarımıza diqqət yetirməli və namazlarımızı, necə deyərlər, lazımı şəkildə qılmalıyıq. Çünki İmam Əli əleyhissalam oğrular oğrusu adlandırır namazı zayeləyənləri, namazdan lazım olan yerləri düzgün yerinə yetirməyənləri. Həzrət buyurur ki, İnnə əsrəqən nəs mən sərəqə salatahu. İnsanların ən oğrusu namazını oğurlayandır. Yəni, namazda namazın əhvalına uyğun şəkildə davranmayan şəxslərdir.